Herkese selam, kanalıma ve yeni vloguma hoş geldiniz kızlar. Necəsiniz? İnşallah hər biriniz çox yaxşısınız deyə ümid edirəm. Mən də şükür Allaha çox yaxşıyam kızlar. Hər zaman hər birimiz çox yaxşı olaq inşallah. Yeni vlogla əlbəttə ki, hər zaman kimi kanalın sahibi mən Qəmsay, yəni Aysu sizin qarşınızdadır. Tanımayanlar və bilməyənlər üçün deyim, adım Aysu, yaşım isə 24'tür. Bəli. Bugün yeni bir vlogla karşınızdayım. Bəli. Bugün kızlar nə edirik və hara gedirik? Ən əsas məsələlərdən biri. Bugün deməli kızlar gedirik gəlinimizin anası və bacısı gilə. Gəlinimizin atası yoxdur və anası da bacısı gilə birlikdə yaşayır. Çünki bacısı da ayrılıb, deməli belə. Arkadaşlar onlara gidiyoruz işte. Deməli kızlar. Bugün səhər elə mən 12'də oyanmışam. Bir hazırlaşma qədər sizin üçün çəkmədim bir o qədər. Amma saat buraya 2'dir. 2 tamam. Çıxmalıyıq. Saat 3'e qədər orada olmağı planlaşdırırıq. Çox gözəl bir bubble telər falan hazırlayıblar. Gəlinimizin bacısı bəli, deməli Nərgiz xanım 30 yaşı var. Bizim üçün qəşəng bir bubble tea hazırlayıb deyir. Gəlin ki, qəşəng bir abur-cubur keyf eləyək, kinoya baxaq, deyə gülək, gözəl bir vaxt keçirək. Saat 7-8'də gələrsiniz. Belə kızlar oradan çəkəcəm sizlər üçün çox gözəl bir anlardan vlog edəcəm. Ola bilsin bu vlog kısa oldu ama yine de olsun, eybi yox, üzürü sayın arkadaşlar. Çəkdiyim qədər çəkəcəm. Sizə gözəl anları göstereceğim. Narahat olmayın. Bəli. Bu arada kızlar bugün sarı yeni aldığım bu güzel sarı saraçkanı giyindim. Rəngine dəhşət bayıldım kızlar. Normalde mən bir qədər sarı rəngi sevmirəm. Hətta mən əvvəl heç sevmirdim. Bu aralar biraz bəzi tonları ki var, onları yəni giyinirəm, sevirəm. Və çox gözəldir. Şalvarında trapezdir, belə rahat, kəmər, belə ayaqqabı, nəzik o ayaqqabıların kısa və ipli formasında krasovkası ama nəzik. Yəni çox qəşəng. Yine bu eynək kızlar əvəz olunmaz. Artıq yorumda izləyicilər yazır ki, bu görən bu kız bu eynəkdən nə vaxt uzaq duracaq? Uzaq duracaq deyərkən, yəni bir problem üçün deyil, sadəcə olaraq mod olaraq taxıram. Sadəcə gördüm ki, bu kombinimlə də uyğun gəlir. O zaman peki takayım. Bəli, çanta olaraq da qızlar bu qara sarı zincirli çantamı taxmışam. Lookum belədir, yəni kombinlər böyledir arkadaşlar, söyleyeyim. Niyə görə gedirik desə soruşsanız, heç nə, elə belə gedirik. Vaxt keçirməyə, deyib gülməyə, onları görməyə, bubble tea içməyə. Çünki evdə ilk dəfə bubble tea hazırlayıb. Həm də biraz atıştırmalıq yeməyə, həm də uşaqlar falan görməyə. Çünki Nərgizin də 2 övladı var. Bir qız, bir oğlan. Gedək, görək. Hoppa! Işınlanırıq ora, çünki ora gedirik. Hardasa bir yarım saatdan çoxa çatarıq kızlar. Saat 4'te oradan sizler için vlogu açacağım. 11 mərtəbəli binanın tam tamına 10. mərtəbəsində. 10. mərtəbəsində qalırlar, deyim bilin. Yəni bahalı evlərdən biridir. Gəlib çatdıq bu arada. Bu gözəl mənzərəni də sizə göstərmək istəyirəm kızlar. Qapıda qalmışıq. Qapını döyürük. Hələ çatan yoxdur maalesef, amma nəysə. Bakın oradan çok güzel, yani nasıl gün ışığı ile güzel vurur ki kızlar üzümə. İnsan deyir oturaqda burada podiyezdə. Yani qapını üzümüzə açmasalar mənim üçün şəxsən heç bir problemi yoxdur. Bu podiyezdə oturup gözləyə bilərəm. No problem. Vay salam aleyküm. Hoş gəlib səfalar gətirmişsiniz. Can əzizlərim, gəlin keçin içəri əlbəttə. Ay salam aleyküm. Can. O seni yerim ben. Ay Allah.
Hoş geldin Aysu. Gel geç Aysu, sen de özünüz sen zaten. Salam aleyküm, hoş gördük can. Necəsiz? Hoş gördük. Sefalar getirmişsin can. Kızım keç. Çok sağ ol. Hiç kızına bu nesnet göstermedim. Bana da can kızım. Ay sefa getirdiniz. Gelin keçin. Vay kimleri görüyorum. Selam aleyküm. Hoş geldin. Sefalar getirdin can Aysu. Canım bacım. Sen de hoş geldin. Minişim ayarlar. Bucu hoş geldin. Vay. Kimleri görüyorum ay Allah. Salam. Hoş gördük. Salam. Bu da sizin oturabilir. Elbette. Ayalım. Uşaqlarım ise baxın, Melis orada oturub televizorda cizgi film izləyir uşaqlarını. Uşaqlar da uzanıb baxırlar. Tanış etmək istəyirəm. Tanış edeyim. Deməli, gəlinimiz qızlar, gəlinimiz Nigar xanımım. Gözəl anası, bəli, bəli. Nazilə xanım, nazlı duzlu Nazilə xanım. Vay can. Çox təşəkkür edirəm. Çox xoş gördük hər birinizi. Xoş gəlib səfalar gətirmisiniz bizim gözəl evimizə. Can xoş gördük. Və bilirsiniz ki, deməli qızlar, Niguşgil iki bacıdılar və ondan böyük 30 yaş olan bacısı Nərgiz xanım qırmızı baş. Salam hər kəsə, salam. Xoş gəldiniz əzizlərim, necəsiniz? Adım Nərgizdir. 30 yaşım var, 31'in içindeyim. Evet. Bəli. Size buradaki sakinler tanıdım. Gördüğünüz kimi Nərgiz dediği sözü yerine getirip bize çok güzel kızlar bubble tea'lər hazırlayıb. Mən bubble tea'nın eşqinə gəlmişəm deyə bilərəm əslində. Çantamı qoya bilərəm. Çox sağ olun. Yani həqiqətən bu arada, yani biri var zarafat, biri var ciddi. Mən dur ciddidir. Yaxşı yadın can, neyini. Bu ise çok minnoş bir kız arkadaşlar, 6 yaşı var. Nərgizin kızıdır. Çocuğu, oğlunun 8 yaşı var. Artık oğlu 2. sınıfta oxuyur. Kızı ise elə məktəbə qədər hazırlıqdadır. Gələn Nurşa 1. sınıfa gedəcək. İnşallah, maşallah, uğurlar əzizlərim. Hamını tanıttım. Bu arada çocuğunun ismini olsa yaxşı arkadaşlar. Nazlı. Kızın adı Nazlı'dır. Oğlanın adı ise arkadaşlar Nihat'dır. Çok teşekkür ederim arkadaşlar. Evet. Neyse. Bu arada nece olmuşum çok yaşayam. Bunu çevirin siz. Kızlar çevirdiği cüzgü filmini promoy haberleri ve hava hakkında məlumat diyen təsəvvür edirsiniz. Bugüne çok güzel bir güneş deyirlər. Wow, ne danışırsan kardeş. Tebun. Bəli. Neyse oturup biraz söhbət eləyəm də bubble tea içək. Qızlar, mən bubble tea'nin dadını dadmaq istəyirəm. Mən bura bubble tea həvəsinə gəlmişəm də deyə bilərəm. Şaka bir yana. Mənim ki, mən bunu isterim tabii. Yani sınıyaq sizinle arkadaşlar. Bacım. İçirəm kızlar, tadına baxıram. Sizinle birlikte tadına baxdıq. Ay maşallah. Əllərinizə sağlıq. Həqiqətən. Aha, necədir sən canı? Sən canı necədim? Əllərinizə sağlıq. Həqiqətən. Yani çok güzeldim. Ne güzel. Çok sevindim həqiqətən. Həqiqi deyirsən, ne qəşəng. Bəyəndin. Amma bəyənərsən də. Bənə. Bəli. Çok beğendim. Beğendiysen. Bu arada məndə qəşəng belə üzümlüdür. Yaşıl üzümlü. Çok qəşəng dadı var ama kızlar. Üzümlü, şokoladlı. Mənim zövqümü bilir də. Bu kız bilir də. Məni tanıyır da. Çox yaxşı tanıyır həqiqətən. Yəni
İnsan yəni qardaşının baldızıyla, yəni gəlininin bacısıyla, yəni bu qədər gözəl bir münasibət şaka mı? Maşallah gözdəyməz. Super. Çox bəyəndim. Çox təşəkkür edirəm həqiqətən. Nömrə 1 sən canım. Nömrə 1. Qızlar biraz deyib güldük, sonra isə biz maraqlı söhbətlər elədik. Mamanıza da soruşdular, elədilər. Hamımız yaxşıyıq, çox sağ olun. Yaxşı olun siz də əzizlərim. Bəli, o ki, bütün insanları soruşdular. Çox səmimi insanlar, həqiqətən o qədər gözəl və səmimi insandılar ki, qızlar inanırsınız, yəni. Bütün daha hamını bildiyimiz soruşdular. Yəni buna mən inanamıyorum gerçekten. İnanamıyorum arkadaşlar. Çok güzel ve super bir söhbət alındı bizdən. Bəli qızlar. Həqiqətən çox mükəmməl ailədilər və super bir konu bizimleydi bu arada. Bəli. Ve o kadar güzel, mehriban, səmimi insanlardı, nasıl. Hamını soruşdular bildiğiniz. Ata, mama, qardaş, bacı. Çox sağ olsun, çox təşəkkür edirəm. Bir də onları cavablandırdıq. Sonra isə burada qəşəng bir oradan-buradan çox maraqlı və gözəl söhbət edirik. Ben de burada gülürəm hətta. Gördüyünüz kimi və hər zaman kimi çox səmimiyim. Həm də Melisi qucağımda oturmuşum. Melisi sakitləşirəm bir bibi olaraq. Burada ise gördüğünüz gibi kim ne yapıyor, danışır, bəli, öz fikirlərini bildirir. Çox qızğın və maraqlı bir söhbət gedir həqiqətən. Uşaqlar da dayanıblar, qulaq asırlar, maraqlıdırlar da. Həm də Melislə göz qaşına oynarlar. Melisə çox diqqətlə söhbətə qulaq asır nənəsinin. Çox gözəl və maraqlıdır həqiqətən. Biz 4'də gedib orada olduq. 4'də ora gedib 8'də oradan çıxdıq qızlar. 4 saat deməli orada olduq. Sonra isə dedik ki, keçək bir mətbəxə qızlar. Artıq saat 6'da keçdik gözəlcəsinə mətbəxə. Yemək yeyib gəldiyimiz üçün Nərgizə dedik ki, Nərgiz və ya da ki elə Nazilə xanım, Nigarla və Nərgizin anası, heç bir şey lazım deyil, narahat olmayın, amma yenə də çox gözəl, ləzzətli yemək pişirmişlər, çox sağ olsunlar. Çünki yeyib gəlmişdi, yəni də istəmədik əziyyət olsun. Sadəcə olaraq Nərgiz dedi ki, ürəyimə bubble tea düşüb, özüm elə evdə qəşəng sizlər üçün bubble tea hazırlayayım. Ona dedim ki, yaxşı day, ona hazırla, onu səbirsizliklə gözləyib gəlib içəcəm uje. Onu mütləq hazırla. İşte mənim səmimiyyət. Sonra keçdik mətbəxə və mətbəx də o qədər gözəldir ki, qızlar, maşallah, sağlıqlarına qismət. İndi sizə göstərəcəm ki, mətbəx necədir. Bəli. Kızlar, saat var 9'du və deyim sizə, çox oturduq 5 saat falan. Düzdür, dünən gəlmişdi gəlinimiz, 1-2 dəqiqə oturdu, yarım saat falan, sonra gəldi evə və 1-2 gün bundan əvvəl uşağı da gətirmişdi və ya uşağı qoymuşdu. Yəni bu qədər əyləncəli olmamışdı. Keçən səfər də 1 həftə falan əvvəl də biz gəlmişdik, yenə ikimiz, yenə gəldik. Belə qızlar. Çox gözəl bir gün keçdi. Azı saat 9'du və biz evə gedirik. Mənim maşınımla gəlmişik. Nə yaxşı ki, maşınlayıq. Saat 9 olmağına baxmayaraq elə özüm və ya da gəlinimizlə çox gözəl və asan şəkildə gedəcəyik. Evet arkadaşlar, narahat olmayın. Hazırda mən podyezdəyəm. Gəlinimizi gözləyirəm. Gəlinimiz ayaqqabılarını geyinir içəridə. Belə. Qardaşım orada bizi gözləyir, ürəyi partlayır. Bir saat 9'da olan gəlin ürəyim partladı. Yoxsa mən gələcəm, bura oturacam. Qalacam. İnşallah 1-2 günə qızlar gəlinimiz gəlin biraz. 1-2 gün qalın burada. Deyirəm, gəlib qalırsansa Can, gəl qal da. Nə var ki burada? Biz demirəm qızlar. Məncə də. Deməli deyirəm, gəl qal. İstəyirəm mən də gəlim qalım. Ümumiyyətlə istəyirəm ki, bu aralar hər yerə gedim. Məsələn, bura gəlim, sonra istəyirəm qardaşım yaxında gəlsin, onları görüm. Sonra kəndə getmək istəyirəm yenə qızlar.
Sonra ne bileyim Türkiye'ye falan böyle ucu gitmek istiyorum. İşte benim akıl, işte benim fikirlerim. Maksimum fikirlerim bu arada. Bunu da söylemem gerekti ve söyledim arkadaşlar bu arada. Bu vlog hal-hazırda baxıram ki qızlar bir 12 dəqiqə var. Elə çəkilməyinə görə montajla bir bu 9-10 dəqiqə çıxacaq. Amma evə gedəndə çəkəcəm sizlər üçün ki, sonuçta bir 15 dəqiqə falan, 10 dəqiqə olsun heç olmasa. Bu kadar uzun vloglardan sonra kızlar artık bir kısa vlog çekmek bence lazım idi. Zaten ben de daha çok kısa vloglar sevilir diye düşünürüm ve izleyip görürüm. İndi saat 9 benim kimi gelirik. Eve. Paka biz düşünerek arkadaşlar. Deməli 22:12-dir. Biz evə bir neçə dəqiqə oldu? Hə, 21:59-da demək olar 10 tamamda gəlib çatdıq. Ucu bir 13 dəqiqədə, 12 dəqiqədə falan, 10 dəqiqə yaxın evdəyik. Hələ də mən əynimi dəyişməmişəm gördüyünüz kimi. Çantama qoydum və bir də eynəyimi çıxartdım falan. İndi əynimi dəyişəcəm. Yemək orada yedik bu arada qəşəng. Spagetti eləmişlər, ondan yedik. Çox gözəl idi. Həqiqətən əllərinə sağlıq, əlləri qolları var olsun. Əziz edən hər kəsin Nərgiz eləmişdi bu arada. Deməli hal-hazırda evdəyəm demək istəyirəm. Əynimi dəyişib sizlər üçün vlogu davam etdirəcəm. Pijamamı geyəcəm. Ondan sonra isə sağollaşacağam, yatmağa gedəcəm. Çünki dəhşət yorğunam. Bugün çox gözəl gün keçdi amma qızlar həqiqətən superdi. Yəni bəyəndim. Hərdən ailə ilə, qohumlarla, lap qonşularla, sevdiklərinlə, tanışlarınla, istədiyin və dəyər verdiyin insanlarla vaxt keçirmək lazımdır və o qədər gözəldir ki bu. Ona görə qızlar kanalıma abunə olun siz də. Videolarıma like atın ki daha gözəl videolar gəlsin əlbəttə. Olun qızlar, özünüzə yaxşı baxın. Bay bay. Görüşənədək.